tədbir Azərbaycanın çox görkəmli kino rejissoru, xalq artisti, dövlət mükafatı laureatı, professor Eldar Quliyevin 85 illik yubileyinə həsr olunub. Burada göstəriləcək ən vacib müsahibə filmi 2. Bu film rejissor Əfqan Yusipov tərəfindən çəkilib və Eldar müəllimin xatirəsinə həsr olunur. Eldar Quliyev bizə geniş müsahibə vermişdi. Biz onda müsahibədən sonra Eldar müəllimə təklif elədik ki, onun haqqında film çəkək. Dedi, hələ lazım deyil. Hələ lazım deyil, həyat belə gətirdi ki, Eldar müəllim dünyasını dəyişdi. Biz sonra bu fikirlə ailəsinə müraciət elədik. Ailəsi razılıq verdi və xeyir-dua verdilər ki, bu film ərsəyə gəlsin. Beləliklə filmi hazırladıq. Şəxsən mən onunla, o gözəl sənətkarla 2 filmdə işləmişəm. Biri Ənvər Məmmədxanlının İstinə arısı əsasında çəkilən Eldar Quliyevin rejissorluğu ilə Babək filmində mən saray şairi Mirzə rolunda çıxış eləmişəm. İkinci filmi isə Natiq Rəsulzadənin Bu Gözəl Dünya filmində baş rollardan birində Arif surətində çəkilmişəm. Sevinirəm ki, belə gözəl insanlarla həm yaradıcılıq işlərimiz olub, həm təmasda olmuşuq. Onun yaratdığı filmlər Azərbaycan kino tarixində dediyim kimi qızıl hərflər düşür. Çox vacibdir. Yanında bir yoldaşın olsun ki, inansın bu işə nəyin üzərində sən işləyirsən. Ona görə mən söz verim. Çox sağ olun. Buyurun.